Azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Bunu bugün Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışında deyib. Baş nazir azad olunmuş torpaqlarda sürətli bərpa quruculuq işlərindən də danışıb. Milli Məclisdə büdcə müzakirələri bugün də davam etdi. Baş nazirin də iştirak etdiyi iclasda 2026-cı ilin büdcə layihəsində dəyişiklik edildiyi, müdafiə xərclərinin artırıldığı deyildi. Baş nazir Əli Əsədov bildirdi ki, büdcə müzakirələri zamanı qaldırılan məsələlər hökumət və aidiyyatı qurumlar tərəfindən daim diqqətə alınacaq. Qeyd edilən problemlərin həlli istiqamətində hər il olduğu kimi, gələn ildə büdcə imkanları çərçivəsində mümkün olan bütün zəruri tədbirlər görüləcək. Hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi müdafiə potensialının daha da gücləndirilməsidir. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni manat ifadəsində bu 8,7 milyard manatdır. Bugün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edilir. Hökumət rəhbəri hazırda Azərbaycanın Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən biri olduğunu, ən yaxın gələcəkdə yeni nəqliyyat dəhlizinin işə salınacağını da dedi. Əli Əsədov icbari tibbi sığorta zərfinə daxil ediləcək xəstəliklərin artırılacağından da danışdı. Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq xidmətlər zərfinə daxil edilməsi məqsədi ilə layihə hazırlanır, deyə qeyd etdi. İcbari tibbi sığorta çərçivəsində 2026-cı ildən ürək damar, 2028-ci ildən mədə bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir. Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq xidmətlər zərfinə daxil edilməsi məqsədi ilə layihə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi 3-cü oxunuşda səs verməyə çıxarıldı və qəbul edildi. Onda deyək ki, 2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir. Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3% və 2,5% çoxdur. Büdcədə neftin bir barelinin qiyməti isə 65 ABŞ dolları götürülüb. Əturə Nəbiyeva, Nadir Cəlilov, Space.